Və xanımlar, yenə də yeni parfümlər göstərmək istəyirəm. Bu ikisi çox gözəl bir möhtəşəm parfümdür, dəniz ətirli və bu parfümsə anti bu parfümsə afrodiziak tərkiblidir, yəni çox gözəl bir parfümdür. Yəni onu demək istəyirəm ki, balaca versiyada 30 ml versiyasında zakaz edib və istifadə etmək olar. Xoşunuza gələrsə, ondan sonra böyük versiyasında zakaz eləmək olar. Bu hər iki ətir çox gözəl, möhtəşəm bir parfümdurlar. Bunları mən özümə götürürəm. Yay fəslidir. Mən həmişə böyük formada götürmüşəm. İndi bu dəfə özüm üçün ayırdım balaca formalarda. Niyə? Yay fəslidir. 2 saatdan, 3 saatdan bir parfümümüzü təzələməliyik. Ona görə də mən özüm üçün bir kolleksiya balaca parfümləri sumkamda gəzdirməkdən ötürü bu parfümdə mütləq bu hər bir xanımda olmalıdır. Bunu həm bədən spreyi kimi də istifadə etmək olur, həm də sumkaya rahat qoymaq olur. İndi də sumkalarımız moddur, balaca sumkalar. Bunlar rahatçılıqla sumkaya yerləşdirmək olar, çantaya da. Və baxın, bu iki parfüm, bunlar möhtəşəmdir. Və Renata, indi bu Renatadan çox az gəlir, heç olmur, qırmızısı yoxdur. Yaşılını, məndə qırmızı Renata olub, indi də yaşılını götürürəm. Bu da 30 ml. Yəni ki, sumka üçün çox qəşəngdir. Baxın, parfümlarımız da superdir və onu demək istəyirəm ki, ziyansızdır. Hər cür parfüm olur. Tərkibi çoxlu yağlarla zəngin, başqa bir maddələrlə zəngin olan parfümü vurun dərinizə. Razdrajeniya verdisə, deməli o 100% ziyandır. Və mən başqa parfümlərin ətrini iyləyəndə görürəm ki, boğazımda qıcıqlanma verirsə, deməli onun tərkibində kimya var. Mənim bədənim götürmür. Ancaq Faberlic heç kimə qıcıqlanma, öskürmə, nə bilim belə xoşa gəlməz bir olmur. Faberlic yumuşaq ətirlərdir. Ən əsası ziyansız, gözəl. Baxın, sumkada bu çox balaca görsənir, qəşəng. 2 saatdan bir, 3 saatdan bir parfümünüzü təzələyə bilərsiniz. Bu ikisini də həm də bədən spreyi kimi də istifadə etmək olar. Yüngül, yumuşaq, ətirlidirlər. Kim istəsə, səhifədə nömrə var, zakaz edə bilərsiniz.